Salamlar. Günün hansı saatinden məni izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Yenə qaça-qaçlı bir gündəyəm. Gedirik bugün podkastımızın yeni bölümünü çəkək. Və dedim ki, bu dəfəki vloqumda nə üçün elə podkastın çəkilmə prosesindən olmasın. Əminəm ki, sizin üçün də maraqlı olacaq. Əgər belə videoların davamını gəlmək istəyirsinizsə, YouTube kanalıma abunə olun, məni izləməyi unutmayın. Əslində onu deyim ki, vlog buradan başlamalı deyildi. Çünki bir çəkilişin həyata keçirilməsi üçün mən əvvəlcədən qonaqlarla danışıram. Daha sonra studiyanın vaxtını ayırıram. Təbii ki, bunların hamısı digitalda həyata keçdiyinə görə hər birini də vloqa daxmaq olmur. Amma bugün sırf hazırlıq prosesimizin yenidir. Daha sonra studiyadakı çəkiliş kadrlarının bir neçə dənəsini götürəcəm. Siz kadr arkasına baxın, bəlkə zaman-zaman bəzi dəyişikliklər edib, hətta YouTube üçün çəkdiyim podkastın canlı yayını sizin üçün paylaşaram. Amma hələ ki yox, gələcəkdə. Belə hər dəfə düşünürəm ki, görən sizə hansı mövzular üzərindən vloqlar çəksəm daha maraqlı olar. Bunlar haqqında da şərhlərdə paylaşsaz ki, necə bir şeylər olsun. Onu da fikirləşib sizin üçün hazırlaya bilərəm. Podkastı bu üzümüzə gələn həftənin inşallah 3-cü günü yayımlayacağıq. Əminəm ki, baxılacaq. Çünki bu podkast deməli yanvar ayının əvvəlində mən öz səhifəmdə və podkast səhifəsimdə post paylaşmışdım ki, Sportpodda ən çox görmək istədiyiniz qonaq kimdir? Və bu podkast da onunla bağlıdır. Ən çox adı qeyd olunan şəxsi hazırda studiyamızda qonaq eləyəcəyik. Məncə maraqlı bir bölüm çıxacaq. Çünki biraz tənqid edici, biraz həqiqətlərdən danışan mövzu var. Təbii ki, mən bölümlərində üstünlük verirəm ki, daha çox həqiqətlər nədirsə, onlardan danışılsın və mən bunu açığı deyim, çox da belə montaj eləyib o tənqid edici sözləri çıxartmıram. Çünki istəyirəm ki, necə var, insanların düşüncəsi necədirsə, elə də birbaşa efir qarşısına daşıyaq. Həftənin bazar günü olduğuna görə belə yollar çox boşdur və bu çox böyük bir xoşbəxtlikdir, olmaya bilərəm. İndi belə ağlıma gəldi, bəlkə bir gün sizlərə ümumi bu podkastda necə başladım, nə çətinliklərlə qarşılaşdım, daha sonra necə oldu ki, podkastı bu səviyyəyə gətirib çatdırdım. Bunlar haqqında da bir vlog çəkərəm. Hazırda ağlıma gəldi. Bu sizə sözüm olsun. Onu deyim, asan olmayıb. Bəzən çətin olub, bəzən darıxdırıcı olub, bəzən zaman problemi yaşamışam, amma çox şükür ki, indi hər şey qaydasındadır. Bu da mənimlə birlikdə həmişə gəzindiyim bacım Mişkan var. Buna hələ ki ad fikirləşməmişəm. Amma mənlə bir çox yerləri gəzibdir, bir çox yarışlarda olubdur. Bunun üçün gəlin bir ad fikirləşək. Bunun adı nə ola bilər? Tudiyə. Salam aleyküm. Əleyhissalam. Kameranı qapını niyə bağlamışsınız? Mən də sürpriz edəcəyim. Nəvə də studiyada tanış olun. Tanış olun, İsmail. Videolarımı çəkək. Xoş gördük. Yaşayamısın. Tabii. Siz zalda idmançıları tərlədirsiniz. Bir mikrofon arkasında mən sizdə tərlədim. Olar. Ben de hazırdım. Hazırladım. Okey. Evet. Yok. Ben de Rami Mehmet Ağabey şəkil. Bəli. Verilişdən mənim adımı çəkmişim ki, qonaq olun gəlməksiniz. Mən demək olar ki, sizin səhifənizdən bu podkast hazır olub, ilk buraxılışdan izləyirəm. Amma dediyim kimi, ən çox fiziki güc tələb edilməlidir. Yəni, bir təbii ki, hər idman növü texnik oynadır. Amma ən çox fiziki gücü olan insanlar bu idman növünə gəlir. Belə oldu, fiziki gücümüzdən istifadə edib gəldik bu idmana. Nə vaxtsa bu idman növündə populyarlıq azalar. Amma bu idman növü həmişə dünya var olduqca var olacaq. Çünki insanlar öz gücünü göstərmək istəyir. Ya səhnədə, ya hardasa. Ona görə güclü olanlar üçün ən gözəl səhnə. Təbii ki,
Qorxu ümumiyyətlə insanı zəif göstərən bir vasitədir. Yəni burada qorxan ən çox valideynlər olur. Qızım, mən böyle tutmaq istəyirəm, bunu sağlırsınız. Çünki ilk gün bu rejimlər. Sən çəkə bilmirsən. Sonra da mikrofonu günahlandırıb tutuyorsun. Özündə görə hansı idman növləri daha yaxşıdır, onları birdən ona da misal verirəm. Kim təzətin yerə o kimi sayılmaz ama Yox, bir oyundur da yəni. Çox da dostlar, vaxtınız xeyir olsa. Görüşürüz. Görüşürüz. çəkiş edirik. İndi materialları yükləyirəm. Daha sonra gedəcək bu materialları işləmək. Demək insan var. Başla bakalım. Deməli, studiyadan çıxıram. Cehizlərimlə belə. Gedirəm. Vur knopkanı. Knopkanı vur. Çox sağ olun. Təşəkkür edirəm. Sonra mənim qapımız da açdı. Təşəkkürlər. Benim işim çok zor arkadaş. Ay. Teşekkürler. Oh. Deməli. Hə? Nə? İşləyir. Özü çəkir. Sağ olun, sağ olun qalın. Yenə görüşərik. Sport Halkı izləməyi unutmayın. Pozan Mediada da sizi gözləyirik. Belə video vlogda olan qonaqları çox sevirəm də, yəni push eləyirlər. Ay, görüşərik. Hər vaxtınız xeyir. Deməli, podkastımın yeni bölümünü çəkdik. Maraqlı bir bölüm oldu. Maraqlı suallar oldu, maraqlı cavablar aldım. Həmişəki kimi. Və bu dəfə görək bu bölümə nə qədər baxış gələcək. Əgər vlog sizin üçün maraqlı olsa, o zaman bəzi bölümlərdən belə vloglar çəkə bilərəm. Və onu deyim ki, bu dəfəki qonağım mənə podkastda kimi görmək istəyir, kimləri görmək istəyir deyə qeydlər elədi, adlar çəkdi və inşallah alınarsa həmin şəxslərlə də ilaki əməkdaşlıq edəcəyik. Çünki bu məqamlar mənim üçün çox vacibdir və maraqlıdır. İstəyirəm ki, daima həmişə əl çatan insanlar deyillər, bəzən də elə insanlar gəlsin ki, öz fikirlərini, öz təcrübələrini bölüşsün ki, qoy insanlar desin ki, ay oğlum, mən bu insanı niyə indiyə kimi çağırmamışam televiziyam, nə bilim, verilişimə, bloguma. Yəni belə görünməyən insanları göstərmək lazımdır. Deyim ki, belə insanların həyat təcrübəsi və yaşadıkları təcrübələr çox daha olur, gözəl olur, lazımdır. Və biraz da mahnayı lazım. Qəzəblənmişdi gün, səni silmişdi göydən, yerdən. Ümumi günümüz yəni belə keçdi. Çox belə uzun vlog olmadı, amma məncə qısa vloglar daha belə maraqlıdır və daha çox baxılır. Ona görə də izləmədə qalın və qeyd edin ki, kimləri podkastda görmək istəyirsiniz, necə tip vloqlar istəyirsiniz. Mən də bacardığım qədər çəkim.